Və Ramazan ayında dəyərli, uca xəzinələr vardır. Və ağıllı müsəlmana yaraşmaz ki, bu xəzinələri zay etsin. Ramazan ayının gecə və gündüzlərini əyləncə, oyunla, faydasız şeylərlə zay etməsi müsəlmana yaraşmaz. Və heç kəs bilmir ki, ömür harda bitir. Və insan Allah Teala'nın verdiyi bu ömrü doğru, düzgün, layiqincə keçirməlidir. Və heç kəs bilmir ki, bu Ramazandan sonra növbəti Ramazana yetişəcəkmi? Çünki nə qədər insanlar keçən Ramazanda bizimlə idi, indi artıq onlar axirət yurduna qovuşublar. Və ağıllı müsəlman da öz halına baxar, öz eyiblərini, öz günahlarını fikirləşər və özünü islah edər. Ölüm ona qəflətən gəlməmişdən əvvəl, ölüm gəldisə əməllər kəsilir. Ondan sonra insan istəsə də, arzulasa da, peşman olsa da heç bir əməl edə bilmir. Bərzəx diyarı və sonra da hesab başlayır. Deməli, xeyir günləri, xeyir mövsümləri bəlli günlərdir və sonra bitir, tükənir. Və bu qısa mövsümdə insan əməllərini yaxşı etməlidir. Müqəssirliyini azaltmalıdır. Dünya və axirət xeyirləri üçün çalışmalıdır. Dində, şəriətdə üzərinə düşən vacibi yerinə yetirməlidir. Və həmçinin çalışmalıdır ki, sünnələrə də həris olsun. Peyğəmbər sallallahu aleyhi və səlləmin həyatına, öz həyatını oxşatmağa çalışmalıdır.